Bu dəfə də çox gözəl mövzumuz var. Bəli. İnsanın 7 qatı. Bəli. Bu nədir? Necə olur? Salamlayıram sizi. Çox sağ olun ki, dəvət elədiniz verilişinizə. Bir neçə veriliş öncəsində biz çakralar haqqında danışmışdıq. Bilirik ki, bizim 7 çakramız var. Hansıya cavabdehdir. Artıq insanlar bu haqqda məlumatlıdır. Amma insanın 7 qat deyilən bir vəziyyəti də var. Bu haqqda danışmaq istəyirəm. Ümumiyyətlə, birinci bizim qatımız bizim fiziki bədənimizdir. Bu şəkildə də göstərildiyi kimi bizim fiziki bədənimiz ən aşağı titreşimə malik olan bir vəziyyətdir. Yəni ən aşağı titreşimdə olan bizim fiziki bədənimizdir. Birinci hər hansı bir hadisə energetik səviyyədə baş verir. Daha sonra o bizim fiziki bədəndə özünü göstərməyə başlayır. Misal olaraq deyim ki, məsələn, başınız ağrıyırsa, bu dərhal sizin baş ağrımağınız demək deyil. Bundan öncə hər hansı bir situasiyalar var idi ki, bunu hiss elədiniz, yaşadınız, bu 7 qat bədəndən keçdi və daha sonra fiziki bədəndə özünü biruzə verdi. İndi daha aydın izah eləyəcəm. Bizim fiziki bədənimiz dəridən, sümükdən, qandan, ətdən ibarətdir. Biz fiziki bədən bizim ruhumuzun bir müqəddəs yeri sayılır. Çünki ruhumuz bizim fiziki bədəndə özünü göstərir və bu həyatda öz dərslərini keçir zaten. Yəni bunu hər kəs bilir. Fiziki bədəndə bizim 7 dənə çakralarımız var. O da bizim onurğamızda yerləşir. Onurğamızın arxasına əgər rentgendə baxsaq görəcəyik ki, orada sinir toplumları var. Amma o sinir toplumların orada fırlanmasını və yaxud da dayanıqlı olmasını biz görə bilmərik. Düzdürmü? Çünki bu mümkün olan bir şey deyil. Bunu biz harda görürük? Bizim ikinci qatımız var, efir bədənimiz. Yəni energetik bədən deyirlər ona. Energetik bədən və yaxud efir bədən bizim fiziki bədənimizə çox bənzəyir və hardasa 1-2 sm aralığında yerləşir. Hətta xaricdə elə bir aparatura var ki, orada insanların efir bədənini görə bilirlər. Həmin o 7 çakra həmin o efir bədəndə yerləşir. Bizim bu 7 bədənimizin funksiyası nədir? Kainatdan, sistemdən, bütün bu matriksdən ötürülən, bizim bədənimizə ötürülən enerjini çakralar vasitəsilə aktiv edib bizim fiziki bədəndə bizi yaşatmaq. Nə qəribədir. Aha. Efir bədəndə bizim çakralarımız yerləşir və həmin çakraların aktiv olması da bizim düşüncələrimizdən əlbəttə ki, ibarətdir. Yəni bizim nə düşünürük, hansı kinimiz var, küdrətimiz var. Amma bundan öncə sadəcə çakraları sağaltmaq həyatı sağaltmaq demək deyil. Yəni burada 7 bədən, 7-si də öz rolunu oynamalıdır. Daha sonra gəlir astral bədən. Astral bədəndə nə baş verir? Astral bədəndə bizim hissiyatlarımız var. Bizim emosiyalarımız var. Bizim insanlarla olan münasibətimiz var. Məsəl üçün, mən hal-hazırda neqativdəyəmsə, mənim astral bədənim ətrafa həmin o neqativi yayacaq və həmin o neqativdə olan insan gəlib məni tapacaq. Onun da astral bədənində eyni neqativ var. O da o titreşimi verir. Və Əslində bu frekans demək olur buna, yoxsa? Frekans, bəli, frekansdır, titreşimdir. Bunların hamısı tam bərpa olunduqda insanın aurası tamamlanır. Yəni əgər bunların hər hansı birində, 7 bədənin hər hansı birindəsə, hər hansı bir boşluq varsa, düzgün enerji mübadiləsi getmirsə, insan başlayır əziyyət çəkməyə və artıq kosmosla, kainatdan əlaqə etməyə başlayır. Sən olursan sönük işıq kimi. Bax, o yanmış işıq deyirəm mən. Bax, o yanmış işıq sadəcə çakralar mənim hardan işləyir? Necə olur onlar başlayır fırlanmağa? Mənim 7 bədənimdən ötürülən o enerjini düzgün şəkildə qəbul edirlər. Çox maraqlıdır bu.